Hələ ki işıqforun qırmızı bölməsi yanır deyə gözləyirik. Yaşıl bölmə yananda hərəkətimizi düz davam etdirəcəyik. Buyur, əyləci vuraq və cüzi qaza toxun. İndi qarşıda növbəti işıqfordan biz sola dönəcəyik. Sürəti azalt və sola dönmə siqnalını yandır. Tələsmə. Bax işıqfora. Görsən, düz getməyə icazə verilir. Sağa dönmə siqnalı daim aktivdir. Lakin sola dönmə siqnalı hələ ki aktiv deyil. Sola dönmə siqnalı yananda biz sola dönərək bax ora parkın kənarı ilə aşağıya doğru düşəcəyik. Lakin sağımızdan gələnlər ki var, bax orada dayanmış avtomobillər, onlara da yaşıl bölmə yanacaq. Bizə yandığı vaxtda eyni anda biz onlara yol verməliyik. Çünki həm onlar bizim sağımıza düşür, həm də bizə əlavə bölmədə sola dönməyə icazə verilir. Onlara isə əsas bölmədə. Buyur, artır sürəti, artır. Hələ ki tərpənməyiblər. Artıq bu avtomobilə yol ver və çevir sükanı. Sükanı çevir, tələsmə. Tələsmə, düzləşdir. Bir yerə qısa bax. Uzun uzadı baxanda bir nöqtəyə uzun uzadı baxsan, bir neçə digər vacib məqamları əldən qaçıracaqsan.